ki, mədə boş olduğu halda mədəyə zərər verə bilər. Heyvanda olan B, C, A vitaminləri insan üçün vacibdir. C vitaminləri soyuq dəymədən qoruyur. B, B12 kimi vitaminlər isə insan organisminə daha lazım bir vitamindir və mədə və bağırsaqda həzm prosesini bişmiş heyva daha da rahatladır. Buna görə də heyvadan bişmiş halda istifadə etmək daha məsləhətdir. Heyvada yeri gəlmişkən bir dənə üstünlüyü var. Lif və dəmirlə zəngin olduğu üçün qan azlığına da faydalıdır. Yəni qanın artırılmasına da faydalıdır. Qanı çox olan insanlar heyvadan çox istifadə etməyi məsləhət görürlər. Heyvanın tərkibində olan pektin eyni zamanda mədə üçün faydalıdır, amma bişmiş halda. Çiğ halda mədədə olan xoralar üçün təhlükəlidir. Heyvanı ac qarnına yemək məsləhət görülmür ümumiyyətlə. Çünki heyvada olan xüsusi bu maddələr mədəyə zərər verə bilər. Heyvanın tərkibində olan tanin mədənin daha sağlıqlı qalmasına köməklik göstərir. Çünki həmin onun tərkibində olan jelatinlər mədəni sıvıyaraq daha sağlıqlı olmasına dəstək olur. Ən faydalısı isə közdə bişmiş və ya buxarda bişmişi daha faydalıdır. İnsanda bilirsiniz, maqnezium az olduğu halda nə olur? Stres olur, əsəb olur, gərgin olur. Heyvanın ən gözəl üstünlüyün biri də odur ki, maqneziumla zəngindir. Bu isə insanda olan stres, gərginlik, hətta yuxusuzluğun aradan qaldırılmasına köməklik edir. Heyvada olan kalsium sümük üçün vacib olan bir mənbədir. Buna görə də heyvada kalsium olduğu üçün həm yaşlılar çox istifadə etməlidir. Çünki kalsium qıtlığı adətən 45 yaşından sonraki insanlarda daha mövcud olur. Buna görə də heyva istifadə etmək vacibdir. Üzvü turşular. Üzvü turşular mədədə həzm prosesini gücləndirir. Heyvanın tərkibində olan A vitamini, yəni beta-karotin, gözaltı qırışları, cildin gözəlliyini, dərinin saflığını, eyni zamanda qocalmanın qarşısını alır. Bu arada bildiyimiz kimi heyva turşusu da qoyurlar, amma turşusunun iki üslubu var. Bir var sirkədə turşu qoymaq, bir var duza yatırmaq. Duza yatırdığımız zaman bunun faydası qalmır. Qidamız zərərli bir qidaya çevrilir. Amma sirkədə olduğu var, bu daha faydalı bir qida məhsuluna çevrilir. Bunun üçün ən yaxşı sirkəli heyvanı yeməkdən sonra yemək lazımdır. Ki, mədə boş olduğu halda mədəyə zərər verə bilər. Tox olduğunuz zaman həzm prosesini gücləndirir və eyni zamanda qanın durulmasına da faydalıdır.